Salam əziz kanal izləyicilərimiz. Bugün yeni bir mənzil sizlərin qarşısındadır. Gördüyünüz kimi mənzilimiz yerləşir Həzi Hacılanov metrosunun bir addımlığında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində 2 ev layihəli skvaznoy orta belə bir gözəl mənzili sizlərə çəkib təqdim edirəm. Bura bizim mənzilimizin dəhliz xol hissəsidir. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsinə daxil olanda solda belə bir qardırop var. Hamam, tualet ayrı-ayrıdır, sanitar qovşaqları. Məndən burada sol tərəfdə mətbəx otağıdır, qonaq otağı, yataq otağı və yataq otağı. Yəni oksigenlə dolu bax belə bir gözəl həyətdə bu mənzili sizlərə çəkib təqdim edirəm. Bura bizim mənzilimizin dediyim kimi mətbəx hissəsidir dəyərli izləyicilərimiz. Burada da mətbəx mebeli tam şəkildə yerləşdirilmişdir. Mənzildə istilik sistemi mərkəzidir. Qaz su işıq təminatı daimidir. Sənəd çıxarış qupçadır. Ekrana yaxın əyləşin, mənzilin qiymətini sonda açıqlayacağım. Dəyərli izləyicilərimiz, bura bizim həyətyanı sahədir. Gördüyünüz kimi çox geniş ölçüyə malik bizim mətbəx hissəmiz var. Buyurub baxa bilərsiniz. Bura isə bizdə mənzilimizin birinci yataq otağıdır. Bu həyət tərəfə baxır, bu o birisi arxa tərəfə baxır. Bu demək mətbəx baxır metroya, o birisi yataq otaqlar baxır həyətə. Bura bizim mənzilimizin birinci yataq otağıdır. Bura isə bizim mənzilin ikinci yataq otağıdır. Buyurub baxa bilərsiniz dəyərli izləyicilərimiz. Burada gördüyünüz kimi belə bir həyətyanı sahəsi var. Gördüyünüz kimi buyurub baxa bilərsiniz dəyərli izləyicilərimiz. Bura bizdə mənzilimizin sanitar qovşağıdır, hamam otağı. Buyurub baxa bilərsiniz. Bura isə bizdə mənzilin sanuzeldir, tualet olan hissəsidir. Bura isə bizim mənzilin qonaq otağıdır dəyərli izləyicilərimiz. Normal ölçüyə malik bizim qonaq otağımızdır. Ümumi sahəsi 80 kvadrat metrdən ibarətdir. Qaz işıq təminatı daimi, sənəd çıxarış qupçadır. Mənzilimizin start qiyməti dəyərli izləyicilərimiz 168.000 manat təşkil edir. Əlavə nə sual yaranarsa səhifədə olan nömrələrlə əlaqə saxlaya bilərsiniz. İndi isə sağ olun, yeni bir mənzildə görüşənə qədər.